Qedən beləsin, salavat zikr eləyək. Allahümme salli ala Muhammed və ali Muhammed. Bərdə Şəhidlər Xiyabanındayıq. 2-ci Vətən müharibəsində və ümumiyyətlə Qarabağ döyüşlərində şəhid olan igidlərimizin ziyarətindəyik Şəhidlər Xiyabanında. Xüsusən də burada öz mahnısı ilə, öz ifası ilə məşhur olan Xudayar qardaşımızın da qəbri, məzarı buradadır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Bəli, bu da Xudayar qardaşımızın məzarıdır. Dövlət Sərhəd Xidmətinin xüsusi təyinatlı dəstəsinin giziri mərhum Xudayar qardaşımız. Allah ruhunu şad eləsin. Dumanlı dağların başında durdum, dumandan özümə bir xeymə qurdum. Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başında dastana döndü, dastana döndü. Deyirlər bülbülə çəmən yaxşıdır, İnsan üçün laləzar vətən yaxşıdır. Şair sorma vətən nədən yaxşıdır, adı gəlcək könül dastana döndü, dastana döndü. Allah ruhunu şad eləsin qardaş. Bütün şəhidlərimizin Allah ruhlarını şad eləsin. Ruhlarına Əl-Fatihə.
Deyəndə ki, kömək elə, ehtiyaclı adama. Deyir ki, Allah istədiyindən ruzu verər də, belə deyir. Allah məsləhət bilsəydi ona verərdi. İndi bunun cavabını vermək lazımdır, hə? Yox, elə deyil, ay bala, Allah sənin vasitənin ona, Allah bunu demir. İn entumillah fi zalalim mubin. Sən açıq-aşkar azğınlıqdasan, get xəstəliyə əlac elə. Sənə nə ağıllı görkəm alıb mənə dəlil gətirsə, mən də sənə durum hələ cavab verim, şəxsiyyət verim. Sənin ağlın, sən xəstəsən, sən açıq-aşkar azğınlıqdasan. Bu nə sözdür sən danışırsan? Bu nə sözdür sən danışırsan? Hər sözə bəyəm elə durub, oturub sənə məntiqlə cavab vermək lazımdır. Məntiq ortadadır, Allah insanları bir-birinə imtihan eləyir. Sənə verir ki, aparıb ona verəsən. O ki, ağıllı görkəm alır, Allah məsləhət bilsəydi ona verərdi. Mən niyə verməliyəm? Allah desən, açıq-aşkar xəstəsən. Git, özvə əlac elə, ay bala.